Salam, vaxtınız xeyir əziz şagirdlər. Bugün 15 mart 2026-cı ildə Dahi Akademiyada təşkil olunmuş 4-cü sinif lisey sınaq imtahanı suallarının izahına baxaq. Birinci sualda deyir ki, azalan çıxılan və fərqin cəmi 48-dir. Çıxılan fərqdən 3 dəfə çoxdur, çıxılanı tapın. Bizə verilib ki, azalan üstə gəlsin, çıxılan üstə gəlsin fərq bərabərdir 48-ə. Biz bilirik ki, əgər bizə azalan, çıxılan və fərqin üçünün də cəmi verilərsə, biz buradan çıxılan və fərqin cəmini tapa bilərik. Çıxılan üstə gəlsin fərq bərabər olacaq bu verilən cəmin yarısına, yəni 48-in yarısı eləyəcək 24. Digər tərəfdən də bizə deyir ki, çıxılan fərqdən 3 dəfə çoxdur. Yəni mən bu çıxılanın yerinə 3 dənə fərq yaza bilərəm. Olacaq 3 fərq üstə gəlinsin fərq bərabərdir 24-ə. Buradan tapacaq ki, 4 dənə fərq bərabərdirsə 24-ə. 4-ü nəyə vursam 24 eləyər. Buradan da tapıram ki, fərq bərabərdir 6-ya. Və bizə də deyir ki, çıxılan fərqdən 3 dəfə çoxdur. Çıxılanı soruşurdu. 6-nı da 3-ə vursaq, cavab olacaq 18. Növbəti suala baxaq. Deyir ki, natural ədədin 3də 1 hissəsi 25-in 5də 2 hissəsinə bərabər olarsa, bu ədədin 2 mislini tapın. İlk öncə 25-in 5də 2 hissəsini tapaq. Biz bilirik ki, ədədin hissəsini tapanda ədədi hissə göstərən kəsiri məxrəcinə bölüb sürətinə vururuq. Yəni 25-i böləcəm 5-ə, vuracam 2-yə. 25-in 5də 2 hissəsi eləyəcək 10. Natural ədədin 3də 1 hissəsi 10-a bərabərdir. Görək hansı ədədin 3də 1 hissəsi 10-a bərabər olar? Hissəsinə görə ədəd tapanda isə ədədi hissə göstərən kəsirin sürətinə bölüb məxrəcinə vururuq. Yəni 3də 1 hissəsi 10 olan ədəd tapanda 10-u böləcəm 1-ə, vuracam 3-ə. Bu da olacaq 30. Və bizə deyir ki, bu ədədin 2 mislini tapın. Biz bilirik ki, dəfə çox, misil, qat, hasil deyəndə, yəni vururduq burada. Bizdən də soruşur ki, bu ədədin 2 mislini tapın və 30-u da 2-yə vursam, cavab olacaq 60. B bəndi. Növbəti suala baxaq. Deyir ki, 586.360, 586.364 ədədinin minişlər sinifindəki onluqların sayı təklər sinifindəki üzvlərin sayından nə qədər çoxdur? Biz bilirik ki, ümumiyyətlə ədədi siniflərə ayıranda verilən ədədi yazsaq 586, 364. Verilən ədədi siniflərə ayırsaq, sağdan sola doğru 3 qruplaşdırıram. Birinci sinif olur təkliklər sinifi, ikinci sinifimiz də olacaq minliklər sinifi, minliklər. Və bizə deyir ki, minliklər sinifindəki onluqların sayı. Minliklər sinifində yerləşən ədədin 586-dır və 586 ədədində onluqların sayı 58 dənədir. Təkliklər sinifindəki olan ədəd isə 364-dür və 364 ədədindəki yüzlüklərin sayı 3-dür. Bizə deyir ki, 58 3-dən nə qədər çoxdur? 58-dən də 3-ü çıxsam, cavab olacaq 55. A variantı. Növbəti suala baxaq. İki bucağın cəmi 3,8 dərəcədir. Böyük bucaq düz bucaq ilə açıq bucağın cəminə bərabər olarsa, kiçik bucaq neçə dərəcədir? Biz bilirik ki, böyük bucaq deyir ki, bizə düz bucaq ilə açıq bucağın cəminə bərabərdir. Düz bucağın dərəcə ölçüsü 90 dərəcədir. Üstə gəlinsin, açıq bucağın da dərəcə ölçüsü 180 dərəcədir. 90 üstə gəlinsin 180. Bu da eləyəcək 270 dərəcə. Yəni biz tapdıq ki, böyük bucağın dərəcə ölçüsü 270 dərəcədir. Və bizə də deyirdi ki, iki bucağın cəmi 3,8-dir. Onda biz kiçik bucağı tapsaq, 3,8-dən, yəni bunların ikisinin cəmindən mən böyük bucağı çıxsam, 3,8 dərəcədən çıxaram 270 dərəcəni. Bu da olacaq cavab 118 dərəcə. D bəndi. Növbəti suala baxaq. A və B natural ədədləri üçün A 30-dan böyük bərabər, 40-dan kiçik bərabərdir. B isə 14-dən böyük, 25-dən kiçik bərabərdir. Bizdən soruşur ki, A və B-nin cəminin ən kiçik qiymətini tapın. Ümumiyyətlə biz bilirik ki, cəmin ən kiçik olması üçün, yəni toplananlar kiçik olmalıdır ki, cəm də kiçik olsun. Yəni bizə verilən bu aralıqda A və B-nin ən kiçik qiymətlərini tapmalıyam. A-nın burada ala biləcəyi ən kiçik qiymət 30-dur. Çünki A 30-dan böyük bərabərdir. Yəni A-nın ən kiçik qiyməti burada 30-dur.
B-nin ala biləcəyi isə ən kiçik qiymət B 14-dən böyükdür və 14-dən də böyük ən kiçik ədəd 15-dir. B-nin də ala biləcəyi qiymət burada ən kiçik qiymət 15-dir. Və bizdən də bunların cəminin ən kiçik qiymətini soruşur. Olacaq A üstəgəlsin B, yəni 30 üstəgəlsin 15. Bu da eləyəcək cavab 45. Daha sonra növbəti suala baxaq. A üstəgəlsin B 132 olarsa, bizdən soruşur ki, mötərizədə A üstəgəlsin 315, mötərizəni bağladıq üstəgəlsin B ifadəsinin qiymətini tapın. Biz bu ifadənin qiymətini taparkən mötərizələri silə bilərik buradan. Yəni mən bunu bu şəkildə yaza bilərəm, verilən ifadəni A üstəgəlsin B üstəgəlsin 315 şəklində. Və bizə şərtdə verilib ki, A plus B-nin qiyməti 132-dir. Bunu burada nəzərə alsaq, olacaq 132 üstəgəlsin 315. Bu da olacaq cavab 447. Cavab olacaq B variantı. Növbəti suala baxaq. Deyir, ana və üç əmlərinin yaşları cəmi 56-dır. Ananın yaşı uşaqlarının yaşından 4 dəfə çox olarsa, ananın 6 il sonraki yaşını tapın. Ana və üç əmlərinin yaşları, üç əm deyəndə yəni 3 övladı var, 3 uşağı var və bunların üçünün də yaşları nədir? Eynidir. Uşaqların yaşına x desəm və onda üç əmlərdən hər birinin yaşı olacaq x. Ananın yaşı uşaqların yaşından 4 dəfə çoxdur. Onda ananın yaşı olacaq 4x. Və bizə də deyir ki, yaşları cəmi 56-dır. Biz bu verilənləri toplasaq, x üstəgəlsin 4x eləyəcək ümumi 7x bərabərdir 56-ya. Buradan x-i tapsaq, 56-nı bölərəm 7-yə, eləyəcək 8. Yəni uşaqlarının yaşı 8-dir. Ananın yaşı isə uşaqların yaşından 4 dəfə çox idi. Yəni ananın yaşı olacaq 4 vur 8, 32 yaş. Bizdən ananın indiki yox, 6 il sonraki yaşını istəyir. Və 32-nin də üzərinə 6-nı gəlsəm, eləyəcək 38. Olacaq cavab C bəndi. 23-cü sualda deyir ki, n-in hansı qiymətində bərabərlik doğrudur? Biz ortaq vuruğu mötərizə xaricinə çıxarsaq, sol tərəfə baxanda görürəm ki, hər ikisində nədir? 14 var. 14-ü çıxarsaq mötərizə xaricinə, onda olacaq 14 vurulsun mötərizədə 35 üstəgəlsin n. Bərabərdir 60 vurulsun 14-ə. Görürük ki, solda da, sağda da 14 var, bərabərliyin solunda və sağında. Biz və sol və sağ tərəfdə olan 14-ləri silsək, olacaq 35 üstəgəlsin n bərabərdir 60-a. Toplanan cəm. Məhsul toplananda tapanda cəmdən məlum toplanan çıxacaq. Yəni n də bərabərdir 60 çıxılsın 35-ə. Bu da eləyəcək n bərabərdir 25. Bəndi. Növbəti suala baxaq. Sona koordinat başlanğıcının üzərində dayanıb 3 vahid yuxarı və 4 vahid sağa hərəkət edərsə, sonanın sonunda dayandığı koordinatı tapın. Bizə deyir ki, sona koordinat başlanğıcının üzərindədir. Və biz də bilirik ki, koordinat başlanğıcı, yəni 0,0 nöqtəsidir. X-in da, Y-in da 0 olduğu nöqtədir. 3 vahid yuxarı, 4 vahid sağa hərəkət edərsə, biz ədəd oxunu təsvir eləsək, bu mənim olsun ədəd oxum, bu Y oxudur, bu da X oxudur. Yuxarı aşağı hərəkət eləyəndə sona koordinat başlanğıcında dayanıb, biz bilirik ki, yəni Y oxu üzərində hərəkət eləyə bilər yuxarı aşağı. Sağa sola isə x oxu üzərində hərəkət eləyə bilər. Və biz də bilirik ki, nöqtənin koordinatı yazılan zaman ilk öncə x, daha sonra y yazılır. Və bizə də deyir ki, 4 vahid sağa, yəni bu 4 vahid sağa hərəkət eləyəndə olacaq x-i 4. 3 vahid yuxarı hərəkət eləyəndə isə olacaq y-i 3. Yəni bu ən sonda dayandığı koordinatı sonanın olacaq 4, 3. C bəndi. Növbəti suala baxaq. 25-ci sualda deyir ki, bizə bölən 14, natamam qismət 6, qalıq 4-dür. Bölünən qalıqdan neçə dəfə böyükdür? İlk öncə biz qalıqlı bölmə düsturundan bölünəni tapaq. Və biz də bilirik ki, bölünəni tapanda
böləni natamam qismətə vurub üstünə qalğı gəlməliyik. Yəni bölünəni bir A ilə işarə eləsək, A bərabərdir 14 vurulsun 6 üstə gəlinsin 4. 14-ü 6-ya vursam 84, 84-ün üzərinə 4 gəlsəm olacaq 88. Deməli biz tapdıq ki, bölünən 88-dir. Və bizə də qalğı verib, qalğı 4-dür. Deyir ki, bölünən qalqdan neçə dəfə böyükdür? Onda 88-də mən bölsəm 4-ə eləyəcək cavab 22. A bəndi. Növbəti suala baxaq. Mərkəzləri A və C nöqtələrində olan iki çevrədən kiçiyinin radiusunun uzunluğu 6 cm-dir. ABCD 4 bucaqlısının perimetri 30 cm olarsa, böyük çevrənin radiusunun uzunluğunu tapın. Bizə deyir ki, bu ABCD 4 bucaqlısının perimetrini verib 6 və kiçik çevrənin radiusu uzunluğu 6-dır. Kiçik çevrənin radiusunun uzunluğu, radius haradır? Çevrənin mərkəzi ilə çevrə üzərində olan istənilən hər hansı bir nöqtəni birləşdirən parça, bu düz xətt radiusdur. Bura 6-dır. Və biz də bilirik ki, çevrənin bütün radiusları bərabərdir. Buradan bura 6-dırsa, onda buradan burada 6-dır. Və bizə də ümumi verib ki, 4 bucaqlının perimetri 30-dur. Deməli, mən buranı tapmaq istəyirəmsə, bura x desəm, burada x-dir. Bu x yazdığım hissə böyük çevrənin radiusudur. Bura x-dirsə, aşağıda x olacaq. Yəni, onda mən olacaq bu 4 bucaqlının perimetrini verib bizə. X üstəgəl x üstəgəl 6 üstəgəl 6 bərabərdir 30-a. Buradan x-i tapsaq, olacaq 2x bərabərdir 30 çıxılsın 12. 2x bərabərdir 18-ə. X də bərabərdir 18-i bölsəm 2-yə 9. Deməli, biz tapdıq ki, böyük çevrənin radiusunun uzunluğu 9 cm-dir. Dübəndi. Növbəti suala baxaq. Hesablayın. İlk öncə mötərizənin daxilindəkin hesablasam, onluq kəsirlərin toplanmasıdır. Onluq kəsirlərin ilk öncə toplayaq. 1,4 üstə gəlinsin 0,64. Bura 0 yazaq. 0-ın üzərinə 4 gələndə 4, 4-ün üzərinə 6 gələndə 10, 0 yazarım 1 yadda. 1 üstə gəl 0, 1, o da 1 yadda, elə də 2. Elə də 2,4. Daha sonra 2,74-ün üzərinə gələcəm. %16-nı da mən onluq kəsir şəklində yazsam, eləyəcək 0,16. Yəni 0,16. Bunları da alt-alta toplasam, 10, 0 yazaram 1 yadda. 8, o da 1, 9, 2, 2,90. Və bizdə də eləyəcəm ən sonda 2,90-dan da çıxacam 2,4. 2,4. Bu da eləyəcək 0,86. C bəndi. Növbəti suala baxaq. Ədədin yüzlüklər mərtəbəsindəki rəqəmi 6 vahid azaldıb, onluqlar mərtəbəsindəki rəqəmi 7 vahid artırsaq, ədəd necə dəyişər? Biz bilirik ki, ədədin yüzlüklər mərtəbəsindəki rəqəmi deyil 6 vahid azaltsaq, yüzlüklər mərtəbəsinin vahidi 100-dür. Yəni, yüzlüklər mərtəbəsindəki rəqəm 6 vahid azaldanda ədəd 6 vur 100. Yəni, 600 vahid azalacaq. Bunu biz ox işarəsi ilə göstərək. Onluqlar mərtəbəsindəki rəqəmi 7 vahid artıranda isə onluqlar mərtəbəsinin vahidi 10-dur. Vahidi 10-dur. Və bizə də deyir ki, onluqlar mərtəbəsindəki rəqəmi 7 vahid artırsaq, onda ədəd 7 vur 10, yəni 70 vahid artacaq. Ədəd 600 vahid azalır və 70 vahid artır. Və biz də bilirik ki, işarələr müxtəlif olanda böyükdən kiçik çıxıb, böyüyün işarəsini yazmalıyıq. Yəni, ümumilikdə ədəd 600 çıxılsın 70. Yəni, 530 vahidini eləyəcək, böyüyün işarəsini yazacaq, azalacaq. Yəni, 530 vahid azalar. Cavab olacaq A bəndi. Növbəti suala baxaq. Aşağıdakı şəkil eyni kvadratlara bölünmüşdür. Sarı rəngli hissəyə uyğun kəsirin 8-də 7 olması üçün qırmızı rəngli xanalardan neçəsi sarı rəngə boyanmalıdır? Biz ilk öncə görürük ki, burada ümumi kvadratların sayını tapaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 vur 3, 24 dənədir. Ümumi 24 dənə kvadratımız var. Hal-hazırda bunlardan 1, 2, 3, 4, 5, 15 dənəsi
sarı rəngdədir. Və bizə də deyir ki, sarı rəngli hissəyə uyğun kəsin 8-də 7 olması üçün qırmızı rəngli xanalardan neçəsi sarı rəngə boyanmalıdır? Bu 8-də 7-nin görürük ki, məxrəci 8-dir. Bunu mən 24-də tamamlamaq üçün hər tərəfin məxrəci və sürəti 3-ə vursam, eləyəcək 24-də 21. Yəni 15-in də 21 olması üçün hal-hazırda 15 dənəsi sarı rəngdədir. Ümumi sarı rəngin 21 olması üçün mənə əlavə 21 - 15, yəni xanalardan 6 dənəsi də sarı rəngə boyanmalıdır ki, ümumi xanaların 8-də 7 hissəsi, yəni 24 dənədən 21-i sarı rəngdə olsun. Yəni cavab olacaq A bəndi. 30-cu suala baxaq. Deyir ki, tənliyi həll eləyin. 84 bölünsün mötərizə 4x üstə gəlinsin 5. Mötərizəni bağladıq, vurulsun 2, çıx 27. Mötərizəni bağladıq, bərabərdir 12-yə. Bu mötərizəyə bir ədəd kimi baxsam, buradan bura 84-ü nəyə bölsəm 12 eləyər? 84-ü böləcəm, 12 eləyəcək 7. Sağ-soldan mötərizəni silsəm, 1-in. Olacaq mötərizədə 4x plus 5, vur 2, çıxılsın 27, bərabərdir 84-ü də 12-yə bölsəm eləyəcək 7. İndi sağdan sola doğru ardıcıl davam eləyək. Nədən 27 çıxsam 7 eləyər? 7 ilə 27-ni toplayacam, eləyəcək 34. Nəyi 2-yə vursam 34 eləyər? 34-ü bölsəm 2-yə. Olacaq 4x üstə gəlinsin 5, bərabərdir 17-yə. Nəyin üzərinə 5 gəlsəm 17 eləyər? 4x bərabərdir 17-dən çıxsam 5-i 12. 4-ü nəyə vursam 12 eləyər? 12-ni də 4-ə bölsəm x bərabərdir 3-ə. Cavab olacaq D bəndi.